Salam. Bugün hər bir dövlət, millət və hər bir cəmiyyət üçün vacib olan bir məsələyə toxunacağıq. Tibbi sığorta. Artıq dünyanın bir çox ölkələrində bu sığorta növündən geniş istifadə olunur və hər bir vətəndaş rahatlıqla ondan bəhrələnir. Loru dildə desək, pulsuzluğa görə kimsə yıxılıb ölmür. Adamlar sosial şəbəkələrdən, efirlərdən başqalarından yardımlar istəmir. Çünki hər kəsin tibbi sığortası var. Əslində bizdə də tibbi sığorta haqqında qanun var, amma onun icrası haqqında bir şey danışmaq indiki zamanda çox çətindir. Niyəsini az sonra təbii ki, dəqiqləşdirməyə çalışacağıq, amma öncə qonağımızı sizə təqdim edim. Qonağımız sığorta mütəxəssisi, Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin sədri Mustafa Abbasbəylidir. Mustafa müəllim, xoş gəlmisiniz. Sizə sualım olacaq, amma əvvəlcə verilişin formatına görə birinci növbədə tamaşaçılara sualımızı ünvanlamalıyıq. Təbii ki, həm də sosial şəbəkə istifadəçiləri də bu sualı cavablandıra bilərlər. APA TV-nin rəsmi səhifəsi, Facebookdakı rəsmi səhifəsi və o cümlədən də Facebookda elə mənim şəxsi səhifəmdə sual artıq yerləşdirilib. Verilişdən əvvəl sizcə tibbi sığorta icbari olsa yaxşıdır, yoxsa könüllü? Çünki bu məsələ də indiki zamanda çox ciddi müzakirə olunan bir məsələyə çevrilib. Elə eyni sualı da qonağımıza ünvanlamaq istərdim. Siz nə düşünürsünüz? Ümumiyyətlə, tibbi sığortanın icbariliyi daha vacibdir, yoxsa könüllü olsa yaxşıdır? Ümumiyyətlə, ondan başlamaq lazımdır ki, təbii ki, sığortanın tətbiqinin iki növü var, icbari və tibbi. İcbari və könüllü tətbiq olunur sığorta növləri. İcbari növün tətbiqinin üstünlüyü nədən ibarətdir? Bu barədə bir neçə dəfə də danışmışıq, yəni bu məlumdur. Xarici təcrübədə də bu şəkildə olmuşdur. Bütün könüllü tibbi sığorta növlərinin inkişafı adətən icbari vasitə ilə həyata keçirilmişdir. Yəni, insanlar sığortaya üst tutması üçün, sığortanın mahiyyətini dərk eləməsi üçün ilk öncə icbari olmuşdur. İcbari olduğu üçün insanlar bundan məcburi istifadə edib, onun bəhrəsini gördükdən sonra daha çox könüllü şəkildə icbariyə üst tutmuşdular. Bu baxımdan məsələyə yanaşsaq, təbii ki, bu sığorta növünün də icbari olması təbii ki, faydalıdır. Ümumiyyətlə, dünya təcrübəsində sığortanın bu növünə maraq nə dərəcədədir? Dünya təcrübəsində insanların sosial rifahının yaxşılaşdırılması üçün, tibbi sahədə rifahın yaxşılaşdırılması üçün adətən iki yoldan istifadə olunur. Bunlardan biri ölkədə səhiyyə xidmətlərinin pulsuz tətbiq olunmasıdır. Digəri isə icbari tibbi sığortanın həyata keçirilməsidir. Birinci növ, bildiyiniz kimi Azərbaycanda həmin o birinci növ tətbiq olunur. Azərbaycanda 2008-ci ildən səhiyyə xidmətləri əhali üçün pulsuz göstərilir. Digər növ isə icbari tibbi sığortadır. Bugün Azərbaycanda səhiyyə pulsuz olsa da biz bunun müsbət və mənfi tərəflərini görürük, şahidi oluruq. Pulsuz olduğu üçün bəzi hallarda tibbi xidmətin keyfiyyətindən insanlar narazı qalır. Ancaq bu icbari tibbi sığorta şəklində olsa, səhiyyə müəssisələri həmin bu xidməti pulsuz deyil, pul müqabilində vətəndaşlara göstərəcəklər. Sadəcə olaraq həmin pul vətəndaşlar tərəfindən deyil, sığorta şirkətləri və müvafiq digər qurumlar tərəfindən ödəniləcək. Bu halda göstərilmiş səhiyyə xidməti də təbii ki, pul müqabilində, yəni müvafiq standartlara, müvafiq keyfiyyətə cavab vermiş olacaq. Sizcə bu Azərbaycanda alınan bir üsuldur? Təbii ki, yəni bugün xarici təcrübəni götürsək, uzağa getməsək, bizə yaxın ölkələrin, Türkiyənin, Rusiyanın, hətta Gürcüstanın təcrübəsini götürsək, görərik ki, tibbi sığorta bu ölkələrdə artıq uğurla tətbiq olunur və qeyd olunduğu cəhətlər, mənfi cəhətlər orada bu olunur. Nəyə görə bu sual verim? Siz dediniz ki, Azərbaycanda tibbi, yəni səhiyyə xidmətləri pulsuzdur, yəni düzdür, pulsuzdur, qanunla müəyyən məqamda pulsuz hesab oluna bilər, amma əhalinin böyük əksəriyyəti həmişə pulsuz olan şeyləri pulla almaqdan şikayət edir və pulsuz müayinələri pulla tətbiq etdiklərindən narazı qalırlar. Sizcə tibbi sığorta da artıq tətbiq olunandan sonra belə hallar baş verə bilərmi? Tibbi sığortanın yəni insanlar bəri başdan inansınlar. Tibbi sığortanın tətbiqinin məsələ mahiyyəti də bundan ibarətdir ki, bugün səhiyyə pulsuzdur. Şəxs, vətəndaş səhiyyə xidmətinə yaxınlaşır, ya
onu məcburi olaraq hər hansı bir pul müqabilində o xidməti alır və ya pulsuz aldığı təqdirdə xidmətin keyfiyyətindən narazı qalır. Tibbi sığortanın, icbari tibbi sığortanın mahiyyəti ondan ibarətdir ki, burada üçlü və ya dördlü bir tərəf müəyyən olunur. Sığorta şirkəti, vətəndaş, tibb müəssisəsi və dövlət. Yəni, vətəndaşların öz səhhətləri sığorta şirkətləri tərəfindən sığorta edilir. Bunun müqabilində sığorta haqqları ödənilir və ya vətəndaş tərəfindən və ya dövlət tərəfindən. Şəxs tibb müəssisəsinə müraciət etdikdə, şəxs keyfiyyətli tibbi xidmət alır. Çünki onun ona göstərilən tibbi xidmətin pulu ödənilir. Sığorta şirkəti sığortalardan sığorta haqqı topladığı üçün və onun bir hissəsini sığortalılara qaytardığı üçün sığorta şirkəti gəlir götürür. Tibb müəssisəsi isə pulsuz tibbi xidmət deyil, pullu tibbi xidmət göstərdiyi üçün daha keyfiyyətli xidmət göstərir və hər tərəf bu prosesdən məmnun qalmış olur. Yəni, bu sığorta dedikdə, tibbi sığorta dedikdə həm özəl klinikalara aiddir, həm də dövlət, yəni hər ikisində də istifadə oluna bilirmi? Təbii ki, icbari tibbi sığorta olduqda, hal-hazırda özəl tibbi müəssisələri pul müqabilində xidmət göstərirlər. Dövlət müəssisələri isə pulsuz xidmət göstərirlər, amma icbari tibbi sığorta tətbiq olunanda yəqin ki, bu vəziyyət də dəyişəcək. Bütün müəssisələr, o cümlədən də dövlət müəssisələri pullu xidmət göstərəcək. Bugünkü gündə icbari olmasa da insanlar gedib müraciət edə bilərmi? Yəni, həmən o tibbi sığortanı əldə edə bilərlərmi? Təbii ki, könüllü tibbi sığorta varmı? Yəni, mümkündür də, yəni, fəaliyyət göstərir. Bunu hansı şəkildə əldə etmək olar? Təbii ki, qarşıdakı dəqiqələrdə Mustafa mənim izah edəcək, amma mən bir məsələyə toxunum ki, verilişin əvvəlində də qeyd etdim ki, Azərbaycanda tibbi sığorta haqqında qanun var və bu qanun hələ 1999-cu ildə qəbul olunub. 2008-ci ildə qanuna əlavə və dəyişikliklər edilib. Maraqlı məqam həm də ondadır ki, Prezidentin Dövlət Tibbi Sığorta Agentliyinin yaranmasına dair 2008-ci ildəki sərəncamı da var. Amma nədənsə bu məsələnin icrası hələ də yubanır. Yəni, sərəncama, belə deyək də, sərəncamın icrasında hələ bir irəliləyiş yoxdur. Bu da müxtəlif səbəblərlə izah edilir. Təbii ki, qarşıdakı reportajımız da bunun nədən ibarət olduğunu azdan çoxdan izah etmiş olacaq. Azərbaycanda tibbi sığortanın tətbiqini sürətləndirmək üçün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimlənməsini bu agentlik həyata keçirməli idi. İlkin mərhələdə tibbi sığorta üzrə ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulurdu. 2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına vəsait ayrılırdı. Və istifadə edilməsindən həmin vəsait sonunda yenidən büdcəyə ayrılırdı. Niyəsi də odur ki, tibbi sığorta hələ də tətbiq olunmayıb. Azərbaycanda tibbi sığortanın tətbiqi ilə bağlı araşdırma aparan iqtisadçı ekspert Azər Mehdiyev qanunun icra olunmamasının, eləcə də Dövlət Tibbi Sığorta Agentliyinin yaradılmamasının səbəblərini bununla əlaqələndirir. Stat: İlkin səbəb hökumətin təşkilatlar arası maraqlar konflikti ilə bağlıdır. Səhiyyə Nazirliyi Dövlət Tibbi Sığorta Agentliyinin onun nəzdində yaradılmasını istəyir, Nazirlər Kabineti müstəqil agentliyin tərəfdarıdır. Nəticədə bu konflikt illərdir agentliyin yaradılmasını yubadır. Üstəlik, Prezident tibbi sığorta konsepsiyasını təsdiqləsə də, Azərbaycan hökuməti tibbi sığorta modelinə keçidin bir sıra məsələlərini həll edə bilməyib. Tibbi sığortaya keçiddən sonra əhalinin hansı təbəqəsinin dövlət hesabına sığortalanması, işçilərlə işə götürənlər arasındakı münasibətlər və s. bənzər məsələlər hələ çözülməyib. Statın sonu. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə mediaya açıqlamasında bildirib ki, problem tibbi sığorta haqqında qanunda deyil. Görünür, Nazirlər Kabineti bu qanunu həyata keçirməyə hələ tələsmir. Amma bu qanunun icrası səhiyyə xidmətinin keyfiyyətini yüksəldəcək, əlavə dərman xərclərinə ehtiyac qalmayacaq, eləcə də bu sahəyə ictimai nəzarət güclənəcək və tibb işçilərinin əmək haqqı artırılacaq. Musa Quliyevin fikrincə, tibbi sığorta haqqında qanunun icrasının ən müsbət nəticəsi dövlət və özəl klinikalar arasında rəqabətin genişlənməsidir. Qanunun icrası zamanı hər bir tibb müəssisəsi çalışacaq ki, tibbi sığorta şirkətləri onlarla müqavilə bağlasın. Bu deyilənlərin nə vaxtda reallaşacağı isə hələ sual altındadır. Çox maraqlı məqam var idi ki, burada Səhiyyə Nazirliyi Dövlət Tibbi Sığorta Agentliyinin onun nəzdində yaradılmasını mütəxəssis fikirləşir ki, istəyir. Nazirlər Kabinetində müstəqil agentlik kimi bunun tərəfdarı, agentlik kimi fəaliyyət göstərməsinin tərəfdarıdır.
Mustafa müəllim, ümumiyyətlə dünya təcrübəsində necədir? Həmin bu agentlik hansı qurumun nəzdində yaranır və yaxud da belə deyək də Azərbaycanda bunun ləngiməsi agentliyin yaradılması ilə bağlıdırmı? Mən ümumiyyətlə icbari tibbi sığortanın tətbiq olunmamasını bu problemlə heç əlaqələndirmirəm. Heç bir əhəmiyyəti yoxdur hansı qrupunun nəzdində yaradılması. Ümumiyyətlə xarici təcrübədə bəzi hallarda belə bir qurumun heç ümumiyyətlə mövcud da olmur. Ancaq icbari tibbi sığorta tətbiq olunur. Və ya başqa adı altında olur, müstəqil və ya hər hansı bir nazirliyin nəzdində də ola bilər. Yəni bunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq icbari tibbi sığortanın tətbiqinin digər səbəbləri vardır. Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi ölkənin səhiyyə sisteminə yeni bir baxışdır. Yəni, ölkə səhiyyə sisteminin maliyyələşdirilməsinin tamamilə kökündən dəyişdirilməsini tələb edən bir şeydir. Bu baxımdan digər məsələlərin həll olunması, digər məsələlərə yönəlmə vacibdir. Yəni, burada maliyyə necə rol oynayırmı? Təbii, bugün tibb müəssisələri dövlət tərəfindən maliyyələşirsə, icbari tibbi sığorta halında artıq dövlət tərəfindən maliyyələşməyəcək. Sığorta şirkətlərinin ödədikləri sığorta ödənişləri müqabilində maliyyələşmiş olacaqlar. Belə deyək də, Azərbaycanda icbari tibbi sığorta yubanırsa, amma istənilən halda könüllü sığorta artıq fəaliyyət göstərir, yəni insanlar bundan istifadə edə bilərlər. Hansı bir şəkildə müraciət etməlidirlər və insanlar sığortanın bu növünün necə bəlirlənə bilərlər növünə? Bugün könüllü tibbi sığorta kifayət qədər geniş yayılmışdır. Əsasən bu ölkənin işləyən əhalisi arasında daha çox yayılmışdır. Belə ki, böyük şirkətlər, xarici şirkətlər, Azərbaycan şirkətləri fərqi yoxdur. Şirkətlərin əksəriyyəti öz işçilərini bir qayda olaraq tibbi sığorta növündə sığorta etdirirlər. Və sığorta şirkətləri korporativ şəkildə bu xidməti müəssisələrin işçilərinə göstərirlər. Ancaq buna baxmayaraq, individual şəkildə də şəxs öz ailəsini və ya özünü sığorta şirkətindən müraciət edərək tibbi sığorta növündə sığorta etdirə bilər. Ancaq individual şəkildə müraciət, təbii ki, korporativ şəkildə müraciətdən daha ağır şərtlərlə sığortalanır. Çünki korporativ yanaşmada sığorta şirkətləri daha çox güzəştlər eləmək imkanları olur. İnsanları maraqlandıran bir məqamda var ki, əgər icbari tibbi sığorta tətbiq olarsa, hər ay insanların əmək haqqından mı tutulacaq? Hansısa bir şəkildə bu proses davam edəcək ki, yəni insanlar bunu öz maaşlarında, belə deyək də, kəskin hiss etməyəcəklər. Bunun da bir çox yolları var. Bəzi hallarda bunu işə götürən ödəyir. Bəzi hallarda şəxs öz maaşı hesabından mütəmadi olaraq ödəyir. Bəzi hallarda nisbətən daha az təminatını ailələrin sığorta haqları dövlət tərəfindən ödənilir və s. Yəni, bunun müxtəlif yolları var. Yəni, mən belə deyək də, istərdim hər kəsin başa düşəcəyi bir dildə izah edəsiniz. Tutaq ki, 300-500 manatı əmək haqqı alan adam üçün tibbi sığortaya görə əmək haqqından nə qədər tutulacaq? Nəzər alsaq ki, bugün 18% səhv etmirəmsə tuturlar, vergilər, pensiyon haqq, bütün bunlar daxil olmaqla. Onda əlavə faiz nə olacaq? Bugün orta tibbi sığortanın, normal tibbi sığortanın illik dəyəri təxminən 150, 300, 400 manat arasında dəyişir. Əgər tibbi sığorta icbariləşərsə, o deməkdir ki, sığortalıların sayı kəskin şəkildə artacaqdır və sığorta şirkətləri tərəfindən bu qiymətlər təbii ki, daha az olacaq. Yəni, bugün bir sığortanın, tibbi sığortanın dəyəri 200 manatdırsa, icbari olduqdan sonra yəqin ki, bu bəlkə də 2 qat daha aşağı düşə bilər. 100 manat, 150 manat məbləğində ola bilər. Və bu məbləğ il ərzində illik sığorta haqqından söhbət gedir. İl ərzində böldükdə aya 10, 12 manat, 15 manatlıq bir sığorta haqqından söhbət gedir. Yəni, bu sığorta şirkətlərinə sərf eləyərmi? Yenə deyirəm, bu icbari tibbi sığorta tətbiq olunandan sonra bunun variantları, bunun hansı variant mümkün olduğu qeyd olunacaqdır qanun, təlimat vasitəsilə. Kütləviliyi nəzərə alsaq, təbii ki, sığorta şirkətlərinə Biz qeyd etdiyimiz kimi, ümumiyyətlə, sığorta elə bir sahədir ki, birinci başda ən yaxşı bəhrəsini icbari tətbiq olunanda görülür. Tutaq ki, biz də buna başlasaq, ilkin mərhələdə dövlətin də
həmin insanlara fərdi olaraq dəstəyi olurmu? Yəni dünya təcrübəsində belə bir şey varmı? Yoxsa sığorta icbari olarsa birbaşa yenə də vətəndaşın və yaxud da şirkət sahibinin üzərinə düşür? Qeyd etdiyim kimi, az təminatlı ailələrdə Azərbaycanda bildiyiniz kimi müəyyən təbəqələr var, qaçqınlar var, məcburi köçkünlər var, sosial təminata ehtiyacı olan kəsim var. Bunların sığorta haqları dövlət tərəfindən ödənilə bilər və belə bir təcrübə var. Bugün nəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında az təminatlı ailələrin sığorta haqları dövlət tərəfindən ödənilir. Yəni bu təcrübə artıq mövcuddur. Çox güman ki, icbari tibbi sığortada da eyni qayda tətbiq oluna bilər. Bir məqam da var ki, yəni bilmirəm, dünya praktikasında necədir, amma Azərbaycan praktikasında çox qəliz bir proses gedir. Məsəl üçün, özəl klinikalarda ayağını kandardan içəri qoymaq 30-40 manata başa gəlir. Hətta insanlara bərbaşdan xəbərdarlıq etmədən bu ödəniş olunur. Daha sonra analizlərə hətta insanlar elə olur ki, pulları çatmırlar. Belə olan təqdirdə, yəni sizin dediyiniz o şərtlərlə icbari tibbi sığorta tətbiq olunarsa, həmin o insanların aylıq ödənişi, illik ödənişi əsasında o cür şəkildə işləyən, belə deyək də, tibb ocaqlarından, özəl tibb ocaqlarından söhbət gedir. Çox arasında çox böyük ziddiyyətlər yaranacaq. Yəni, heç cürə düz gəlmir. O ödənişlərlə sığortanın onlara qaytarılması və diktə olunan, özəl klinikalar diktə olunan qiymətlər. Bilirsiniz, heç kim bu sığorta növünün tətbiqi ilə ideal bir sistemin anidən yaranmasını gözləmir. Təbii ki, bu proseslər olacaqdır, negativ hallar da olacaqdır. Amma bunu bu mərhələlərlə daha yaxşıya, daha ideala təbii ki, gedəcəkdir. Dünya təcrübəsində də birbaşa heç vaxt bu səviyyəyə gəlib çıxmayıb. Ancaq ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi ilə tibb müəssisələri arasında da rəqabət yaranacaqdır. Onlara müraciət edənlərin, pullu şəkildə müraciət edənlərin sayı artacaqdır və rəqabət mühitində də məlum olduğu kimi keyfiyyətin daha da artırılmasına, daha artırılması istiqamətində addımlar atmaq məcburiyyətində olacaqlar. Ümid edirik ki, bu xidmətin yaxşılaşmasına da təkan verəcəkdir. Mən ən öncə verilişin əvvəlində də qeyd etdim, sualı ünvanlamışdım. Görək, sadə vətəndaşlar bu haqda nə düşünür? Ümumiyyətlə, siz nə düşünürsünüz? Tibbi sığorta icbari olsa yaxşıdır, yoxsa könüllüyə daha çox üstünlük verərdiniz? Mahir Yaqubov yazır ki, tibbi sığorta icbari olmalıdır. Sahib Rüstəmli yazır ki, mən bilmirəm, bəs onda dövlət nə etməlidir ki, Monaliza isə qeyd edir ki, olsa nəyə yarayar? Başqa sığortalardan necə istifadə ediriksə, elə də tibbi sığortalardan da istifadə edəcəyik. Burada bir növ sığortaya inamsızlıq yenə də yaranır, yəni ona işarə olunur. Sizcə sığortaya düzdür əvvəlki illərlə müqayisədə bu il indi bir qədər inam artıb. Amma yenə də azdır, dünya təcrübəsi ilə müqayisə etsə, yəni azından mütəxəssislərin çıxışlarından belə başa düşürəm mən. Belə bir şəraitdə tibbi sığortaya inamı necə artırmaq olar? Tibbi sığortaya, ümumiyyətlə sığortaya inamın artırılması mütəmadi olan bir tədbirdir, yəni tədrici olan bir məsələdir. Bunu bir günlə, bir ayla eləmək mümkün deyil. Bunun üçün həm sığorta şirkətləri, həm insanlar, həm media mənsubları birgə fəaliyyət göstərməlidir. Sığorta elə bir spesifik sahədir ki, sığortanın göstərdiyi, sığorta şirkətlərinin göstərdiyi xidmət sadəcə onların özlərindən asılı deyil. Bəzi qurumlardan da asılılıq var. Misal üçün, banklarda göstərilən xidmət ancaq banklardan asılıdır. Yəni, krediti verə bilirlər və imtina edə bilirlər. Sığorta şirkəti isə məcburi olaraq bəzi dövlət qurumları ilə qarşılıqlı şəkildə fəaliyyət göstərməlidir. Misal üçün, nəqliyyat vasitəsi sığortası zamanı şəxs yol nəqliyyat hadisəsi törətdikdə dövlət yol polisi orqanlarından müvafiq arayışlar almalıdır. Tibbi sığorta halında tibb müəssisəsinə müraciət etməlidir. Yenə nəqliyyat vasitəsində hər hansı bir təmir müəssisəsinə müraciət edib avtomobilini təmir elətdirməlidir. Və şəxs təmir müəssisəsinə narazı qalanda onu sığorta şirkəti ilə əlaqələndirir. Dövlət yol polisindən arayışı gec alanda və ya hər hansı bir problemlə alanda bunu sığorta şirkəti ilə əlaqələndirir və s. Təbii ki, sığorta şirkətlərinin özündə də bəzi negativ hallar olur, amma bunu ümumiləşdirmək olmaz. Bu
səbəblər nəticəsində də vətəndaşlar ümumi götürəndə sığortadan narazılıq bildirirlər. Amma əslində bu tək sığorta şirkətinin bir problemi deyil. Bilirsiniz nəyə, bu inam məsələsində siz danışanda bir məqama toxundunuz çıxışınızda. Dediniz ki, ola bilər ki, hansısa sığorta şirkəti belə hallara yol versinlər. Yəni, başa gələn deyir, baxışmaqçı olar. Yəni, görmüşük, ən azından müşahidə etmişik. Tutaq ki, avtomobil qəzasıdır, baş verib, yolun ortasındadır. Dövlət yol polisi gəlib bunu tıxac yaranmasın deyə məcburi qaydada çəkirlər. Amma dövlət yol polisinin gözünün qarşısına çəkdilər, kənara qoydular və sığorta gecikdi və gəldi, gördü. Bundan sonra sığorta ilə həmin vətəndaş arasında çox ciddi problem yaranır və sığortaçı onun pulunu haqsız yerə bəzən vermək istəmir. Belə olan təqdirdə, yəni sizin bu sığorta şirkətləri bir yerə toplanıb, həmən o cür, belə deyək də, saxtakarlığa yol verən sığorta şirkətlərini, belə deyək də, sıxışdırmağa çalışırlarmı, qınamağa çalışırlarmı? Yəni sığortaya inanın bu qədər aşağı vurmasınlar, uzlaşılmasınlar. Təbiidir ki, hər hansı bir sığorta şirkəti haqsız yerə vətəndaşı incidirsə, bundan bütün sığorta şirkətləri əziyyət çəkir. Bu belədir. Ancaq qeyd olunan hal artıq son illərdir ki, belə bir hallara mən eşitməmişəm ki, rast gəlinsin ki, hansısa sığorta şirkəti avtomobili yerindən tərpədildi deyə müştəriyə ödəniş verməsindən imtina eləsin. Bu hallar mütəmadi olaraq yaxşıya doğru düzəlir. Bundan əlavə, əgər hər hansı bir şəxsin haqlı narazılığı varsa, hər hansı bir sığorta şirkətindən, bunun həll olunma yolları var. Qanunda, bizim məcəllələrdə göstərilibdir. Dövlət Sığorta Nəzarət Xidmətinə müraciət olunur. Onlar məsələyə obyektiv şəkildə baxıb və istənilən sığorta şirkətinə vətəndaşa sığorta ödənişinin verilməsi barədə göstəriş verə bilərlər. Əgər vətəndaşı bu da qane eləmirsə, məhkəməyə müraciət edə bilər. Və onu da mən hər dəfə təkrarlayıram ki, bugün məhkəmələr adətən vətəndaşların mənafelərini daha çox qoruyurlar, daha çox mənafelərə üstünlük verirlər, nəinki sığorta şirkətlərinin mənafelerini. Bu baxımdan istənilən şəxs müraciət edib öz pozulmuş hüquqlarını bərpa eləmək hüququ vardır. Tibbi sığorta nədir, həyat sığortası nədir? Onlar eyni şeydir, yoxsa ayrı-ayrı? Xeyr, həyat sığortası sığorta fəaliyyətinin tamamilə fərqli bir qoludur. Tibbi sığorta isə qeyri-həyat sığortasının şəxsi sığorta sinifidir. Onları, yəni həyat sığortasını istəyərdim izah eləyəsiniz. Yəni vətəndaşlar adətən belə məsələlərdə çox çətinlik çəkirlər aid etməkdə. Tibbi sığorta şəxsin sığorta müddəti ərzində onunla yaranacaq tibbi xərclərin aradan qaldırılması üçün tətbiq olunan bir sığorta növüdür. Həyat sığorta növünün isə hal-hazırda Azərbaycan Respublikasında 5 növ üzrə, 5 qol üzrə fəaliyyət göstərir. Burada son illərdə qanun qüvvəyə minmiş istehsalatda baş vermiş fərdi qəza nəticəsində işçilərin fərdi qəza sığortası var. Burada bütün Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər öz işçilərini bu növ üzrə sığortalayırlar. Bu sığortanın mahiyyəti nədən ibarətdir? Əgər şəxs il ərzində fəaliyyət göstərdiyi müəssisənin təqsiri nəticəsində xəsarət alarsa və ya rəhmətə gedərsə və ya əlillik alarsa, həmin şəxsin əmək haqqı fondu hesablanması şərti ilə ona sığorta şirkət tərəfindən kompensasiyalar ödənilir. Bu, həyat sığortasının bir növüdür. Digər növləri var, sağalmaz xəstəliklərdən sığorta var. Yenə də... Onlar ayrı-ayrı ödənişlər əsasında götürülən sığortalardır? Bəli. Həmin o 5 növ varsa, 5 növünə də ayrı-ayrıqda pul ödəməlidir insanlar ildə, yoxsa bir yerə ödəməklə o 5 növündə sığorta olunursa, o növündən söhbət gedir. Fərqli-fərqli növlərdir, yəni onlar ayrı-ayrı şəkildə sığortalanır. Həyat sığortasının digər maraqlı bir növü isə annuitet sığortasıdır. Onun da mahiyyəti ondan ibarətdir ki, şəxs öz maaşının müəyyən bir hissəsini sığorta şirkətinə yönəldir və həmən sığorta şirkətinə yönəldilmiş hissə 3 il ərzində geri tələb edilməzsə, həmin məbləğ həm vergilərdən, həm də ki, sosial sığorta haqlarından azad olmuş olur. Yəni, şəxs bayaq qeyd etdiyiniz kimi öz maaşından 17% vergi ödəyirsə, həmin şəxs maaşının hər hansı hissəsini sığorta şirkətinə ödəyirsə, həmin o hissə 17% vergidən azad olmuş şəkildə 3 ildən sonra geri qayıdır. Çox maraqlı bir sığorta növüdür, ancaq Azərbaycanda təəssüf ki, hələ ki, çox geniş yayılmır. Məsələn, onun üçün nə qədər? 20% ödəməlidir, 30% ödəməlidir? İstənilən şəkildə öz maaşının özündən asılı olan hissəsini 1000 manat maaş alırsa 500-ünü də yönəldə bilər, 1000-ini də yönəldə bilər. İstənilən məbləğini sığorta şirkətinə yönəldir, o məbləği 3 il ərzində geri tələb eləmir, 3 il ərzində həmin məbləği tam şəkildə vergilər çıxılmamış şəkildə geri alır.
Yer ala bilir rahatçılıqla və bunu da sığorta şirkəti ödəyir. Bəli. Bəs bəzən olur ki, məsəl üçün insanlar oxuyurlar xarici mətbuatdan da hansısa müğənni özünü sığortalatdırdı, filan bədəninin filan hissəsinin belə şeylər var. Həmin o həyat sığortasına aidiyyatı varmı bunun? Məsəl üçün, sığorta deyəndə insanlar bəzən bunu da başa düşürlər. Nə qədər gülməli səslənsə də, yəni belə bir şeylər var. Bəlkə də bizim insanlar bir qədər belə bilirsiniz də, nömrə bir qədər qeyri-adi olmalıdır, avtomobil nömrəsi qeyri-adi olmalıdır, telefon nömrəsi qeyri-adi. Bizim millətdə belə bir xüsusiyyət var. Deyirəm, bəlkə bu üsullar da insanların marağını artıra bilər tibbi sığortaya. O hansı növünə aiddir? Yəni onu da bilmək istəyirdim. O tibbi sığortaya da aid ola bilər, fərdi qəza sığortasına da aid ola bilər. Yəni şəxsin bütün bədəninin xəsarət alması və ya onun hər hansı bir hissəsinin xəsarət alması fərdi qəza sığortasının birbaşa predmetidir. Onun məbləği nə qədərdir? İlliyi, aylığı? Fərdi qəza sığortası vətəndaş və sığorta şirkəti arasında qarşılıq razılaşma nəticəsində müəyyən olunur. Yəni, misal götürək, hər hansı bir futbolçu öz ayağını, misal üçün, sığortalayırsa, deyir ki, mənim ayağım hər hansı bir zədə alarsa və mən bundan sonra futbol oynaya bilməsəm, sığorta şirkəti mənə 100.000 manat ödəniş verməlidir. Hər ay? İllik? Yox. Ümumi? Hadisə nəticəsində. Və o 100.000 manatlıq sığorta istəyirsə, 100.000 manat müqabilində də ona sığorta haqqı hesablanır. O təxminən nə qədər? Əgər o 1 milyon manat istəyirsə, onun 1 milyon manat müqabilində hesablanır. Belə deyək də, 1000 manata qarşı nə qədər aylıq olur, illik olur? Yəni, təxminən 1% istənilən sığorta məbləğinin 1% həcmində olur, amma bu çox səbəblərdən asılıdır. İdmançıdırsa, risk səviyyəsi artır. Yaşlı insandırsa, təbii ki, risk səviyyəsi artır. Ofis işçisidirsə, cavan adamdırsa, risk səviyyəsi aşağı düşür və s. Yəni, bu amillər nəzərə alınıb, şəxsə sığorta haqqı müəyyən olunur. Yəni, bugünkü gündə Azərbaycanda sığorta deyəndə daha çox avtomobil sığortası təbii ki, adamın gözünün qarşısına gəlir. Çünki avtomobil sığortasına indi məcburluq varmı, yoxmu, o başqa bir məsələdir və yaxud da insanlar qoyduqları pulları itirmək istəmirlər. Bu növ inkişaf eləyib, buna söz yox. Digər növünün inkişafı üçün müəyyən problemlər var. Siz dediyiniz, sağladınız müəyyən problemləri. Amma sadəcə olaraq bu baxımdan təbliğatı necə? Zəif hesab edirsinizmi? Təbliğat, bəli, müəyyən mənada zəifdir və bəzi hallarda əks təbliğat da öz mənfi rolunu oynayır. Necə ki, müsahibələrdən birində mən deyəndə ki, sığorta şirkətləri barədə mənfi informasiyaların yayılması ümumi bazara ziyan vurur. Jurnalist qeyd elədi ki, tənqid hər hansı bir prosesin müsbət təsir edən bir şeydir. Sadəcə olaraq xanım anlamadı ki, konstruktiv tənqidlə yəni, mənfi təbliğat fərqli şeylərdir. Əgər konstruktiv demək, tənqid hər hansı bir xidmət göstərilikdə şəxs hər hansı bir yerinə razı deyilsə, xidmətin hər hansı bir hissəsinə razı deyilsə, onu həmin yerə bildirir, müraciət eləyir, internet sayt vasitəsilə ora qeyd eləyir. Bu, təbii ki, prosesin yaxşılaşmasına doğru bir addımdır. Amma əgər haqlı və ya haqsız yerə bir xidmətlə razı deyilsə hər hansı bir şəxs, onu ictimailəşdirir, onu üzərinə biraz da artırır, problemləri geniş şəkildə yayır. Bu, ümumi şəkildə mənə elə gəlir ki, bu hardasa həm də sosial, yəni sığorta şirkətlərinin zəifliyindən irəli gəlir. Nəyə görə belə demək istəyirdim? Çünki sosial sığorta şirkətləri ümumi bir yerə toplaşaraq, heç olmasa sosial video çarxlar hazırlaya bilməzlər ki, yəni televiziyalarda bu geçsin, ən azından hərəsi müəyyən məbləğdə xərc tələb edən bir şeydir, ümumi bir büdcədən. Bugün sığorta şirkətlərinin reklamları var. Sığorta şirkətləri fərdi şəkildə, ümumi şəkildə də reklamlar yerləşdirir. Bundan əlavə olaraq dövlət tərəfindən də sosial reklamlar var. Efirdə yəqin ki, görübsünüz. Dövlət Sığorta Nəzarət Xidməti tərəfindən sosial ümumi sığorta bazarının inkişafı üçün xüsusi sığorta növlərinin təbliği ilə bağlı reklamlar da mövcuddur hal-hazırda. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Qeyd edim ki, bugünkü qonağımız Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli idi. Bir daha sizə təşəkkür edirəm. Çox sağ olun. Və mövzumuz tibbi sığorta idi. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə çox ciddi addımlar atılar və insanlar da bundan çox rahat şəkildə istifadə edə bilərlər. Yəni, indiki kimi xəstəxanalarda gedib həkimlə pula görə mübahisə etməzlər. Özünüzdən müğayət olun.